İmam Hüseyn əleyhissalamın hərəmində bir məqam var ki, ora qətligah deyərlər. Həzrəti İmam Hüseyn əleyhissalamın çuxur yerə düşdüyü və həmçinin qətl olunduğu yerdir. Mübarək başının bədənindən ayrıldığı yer. Bu gördüyünüz yer Kərbəla şəhidlərinin dəfn olunduğu məqamdır. Allah Azərbaycan şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur eləsin. Bu gördüyünüz mübarək zərih isə Həzrəti İmam Hüseyn əleyhissalamın pak qəbridir.